Gəlin belə bir məsələnin həllinə baxaq. Yəni SQL öyrənənlər üçün ən sadə məsələlərdən biridir. Yəni müəyyən bir əmrləri öyrəndikdən sonra belə bir sadə bir məsələ həll edək. İşçilər cədvəlində əmək haqqı 12.000-dən çox olan işçilərin siyahısını əks etdirən soraq yazın. Bizdə işçilər cədvəli employees cədvəlidir. Employees. Yəni bu cədvəldən sorğu yazıb işçilərin əmək haqqını tapmalıyıq. Hansı ki 12.000-dən çoxdur. Əvvəlcə employees cədvəlinin özünə baxaq. Select all from employees. Baxdıqda görürük ki, bu cədvəldə işçilər haqqında bütün məlumatlar var. Onların adı, familiyası, e-maili, telefon nömrəsi, işə girmə tarixi və burada əmək haqqı sütunu da var. Əmək haqqı sütununda müxtəlif əmək haqqları əks olunub. İndi biz sorğunu dəyişirik. Burada şərt yazırıq. Şərtdə göstəririk ki, əmək haqqı 12.000-dən çox olsun. Yəni bizdən tələb olunan əmək haqqı 12.000. Sorğunu yazdıqda, işə saldıqda görürük ki, 12.000-dən çox olan, əmək haqqısı çox olan işçilərin siyahısı çıxdı. Amma onlar haqqında bütün məlumatlar çıxdı. Bizə bütün məlumatlar misal üçün lazım olmaya bilər. Müəyyən sütunlar üzrə məlumatlar axtarmaq lazım olur. Məsələn, təkcə işçinin adı və əmək haqqısı görsənsin, hansı ki 12.000-dən çoxdur. Onda biz bu select all yox, burada ulduzu silirik. Məsələn, qeyd edirik first name, sütunun adıdır first name və salary və əmək haqqı sütunun adıdır. From employees və salary böyükdür 12.000. Sorğunu işə saldıqdan sonra görürük ki, 12.000-dən çox əmək haqqı alan işçilərin adları və əmək haqqları əks olunub. Yəni bu şəkildə bu sorğu yekunlaşır.